Herkese salam. Uzun zamandır ki kanala video işləmirdim. Bugünkü videoda istədim ki, kinetika haqqında danışım. Bu video vasitəsilə Olimpiadada kinetika üçün düşə biləcək sualları həll edə biləcəksiniz bu videodan sonra. Demək olar ki, kinetika üçün lazım olan hər şey bu videoda danışacağım. İndi isə başlayaq. Belə ki, bir reaksiyamız olsun. Məsələn, AA yəni əmsal adı üstəgənilsin BB alınır CC üstəgənilsin DD. Belə bir reaksiya üçün reaksiyanın sürəti bərabərdir -1 bölünsün A DA bölünsün DT, yəni A-nın əmələ gəlmə sürəti bölünsün A, yəni A-nın əmsalı bərabərdir -1 bölünsün B DB bölünsün DT. Bu da bərabərdir C-nin əmələ gəlmə sürəti bölünsün 1 bölü C-yə. Və bu da eyni şəkildə bərabərdir DD bölünsün DT vurulsun 1 bölü D-yə. Burada demək istədiyim nədir? Məsələn, bir reaksiyamız olsun. Nümunə kimi N2 üstəgənilsin 3H2 alınır 2NH3. Bu reaksiyanın sürəti belə olacaq. R bərabərdir -D N2 bölünsün DT bərabərdir -1 bölünsün 3 DH2 bölünsün DT. Bu da bərabərdir 1 bölünsün 2 DNH3 bölünsün DT. Bu belə. Ümumiyyətcə istənilən bir mərhələli reaksiyamız olsun. Yəni yenə yazaq, məsələn AA üstəgənilsin BB. Bu dəfə produktda gedir yazaq. Bir də CC üstəgəl D-də yazmayaq. Bu reaksiya üçün sürət ifadəsi həmçinin nəyə bərabərdir? Əgər bir mərhələli reaksiyadırsa, reaksiyanın sürət sabiti vurulsun A üstü A vurulsun B üstü B. Burada kiçik A-nın kiçik B nəyə göstərir? Kiçik A, A-nın tərtibi və ya dərəcəsi də deyirlər. B isə B-nin tərtibi olacaq. Reaksiyanın tərtibi deyildikdə isə A və B-nin cəmi nəzərdə tutulur. Reaksiyanın tərtibi olacaq bu da. Belə. Amma biz bundan da bir mərhələli reaksiyalar üçün deyə bilərik. Əgər reaksiya mexanizma bir reaksiyadırsa, bunu tətbiq edə bilmərik. Burada sürət sabitini göstərik və indi sürət sabiti haqqında danışaq. Sürət sabiti üçün sürət sabitin ən yaxşı ifadə etmək yolu Arrhenius ifadəsini göstərməkdir. Arrhenius ifadəsi nədir? Arrhenius belə deyir ki, K bərabərdir A vurulsun Y üstü -YA bölünsün R vurulsun 1 bölü T. Burada K dediyim kimi sürət sabiti, A Arrhenius faktoru, YA aktivləşmə enerjisi, R universal qaz sabiti, T isə temperaturdur. Temperaturu Kelvindən götürürük, aktivləşmə enerjisini joule bölünsün molla, R-i 8,-145 joule bölünsün mol vur Kelvin. Belə. A-nın vahidi, yəni Arrhenius faktorunun vahiddə K-nın vahidinə bərabər olur. Aydın şəkildə görünür. Çünki Y üstünün bir vahidi olmayacağı üçün yeni bir qiymətin K-nın vahidi A-nın vahidinə bərabər olmalıdır. Çünki bu hissənin vahidi olmayacaq. Belə. Bəs biz K-nın vahidini necə tapırıq? Əgər biz bilirik ki, sürətin vahidi nədir? Mol bölünsün litre vurulsun saniyədir. Əgər qatlıqdan danışırıqsa, qatlığın zamanı görə nisbətindən danışırıqsa, dəyişimi. Bu zaman belə yazırıq ki, məsələn, R bərabər K vurulsun A üstü N şəklində olsun. Bunun vahidi mol bölünsün litre vurulsun saniyə olacağından biz bilirik ki, qatlığın vahidi
mol bölünsün litr olduğundan K-nın vahidi o zaman burada nə çıxar? Mol bölünsün litr vurulsun saniyə bölünsün mol bölünsün litr üstü n. Və buradan da çıxır ki, litr bölünsün mol vurulsun saniyə. Burada 1 çıxılsın, daha doğrusu n çıxılsın 1 olacaqdır. N çıxılsın 1, n çıxılsın 1. Məsələn, əgər ikinci tərtibli reaksiyada K-nın bizdən vahidini soruşursa, bu zaman nə olacaq? Litr bölünsün mol vurulsun saniyə olacaq. Və ya sıfırıncı tərtibdə soruşursa, bu zaman nə olacaqdır? Mol bölünsün litr vurulsun saniyə olacaq. Çünki sıfırıncı tərtibdə R bərabərdir ilə K-dır, o zaman K-nın vahidi R-in vahidinə bərabər olar. Ümumi şəkildə belə göstərə bilərik. Litr üstü n çıx 1 bölünsün mol üstü n çıx 1 vurulsun saniyə şəklində göstərə bilərik. Belə. Bəs aktivləşmə enerjisi nədir? Ümumiyyətlə iki cür enerji var. Əsas bilməli olduğumuz eşik enerjisi, bir də aktivləşmə enerjisi. Bir kimyəvi reaksiyanın baş verməsi üçün lazım olan kinetik enerjiyə, minimum kinetik enerjiyə biz eşik enerjisi deyirik. Bir kimyəvi reaksiyanın baş verməsi üçün lazım olan minimum potensial enerjiyə isə aktivləşmə enerjisi deyirik. Yəni bunlar eşik enerjisi kinetik enerjidir, aktivləşmə enerjisi potensial enerjidir. Məsələn, aktivləşmiş kompleks nədir? Reaksiyada əmələ gəlmək yüksək enerjili qərarsız məhsuldur, aralıq məhsulu. Məsələn, aralıq məhsullar qərarsız olurlar. Yəni, məsələn, A ilə B-nin reaksiyasıdır. Bu səviyyədəki enerjidən. Əvvəl aktivləşmiş kompleks əmələ gəlməlidir. Bunun üçün müəyyən bir enerji lazım. Biz bunu aktivləşmə enerjisi deyirik. Bu səviyyədən sonra normal olaraq produktlar əmələ gəlir. Bu olur YA1'imiz. Bu isə buradakı enerji fərqi olur. Düzünə gedən reaksiyanın aktivləşmə enerjisi YA1. Bu isə olur əksinə gedən reaksiyanın aktivləşmə enerjisi. Bu da olur YA-1. Düzünə gedən və əksinə gedəni 1 və -1 kimi göstərsək. O zaman bizim delta-H'ımız necə olar? Delta-H'ımız olar YA1 çıxılsın YA-1. Belə. Biz hər tərəfi elənləsək bu düsturda yaza bilərik ki, ln K bərabərdir -YA bölünsün R vurulsun 1 bölü T üstə gəlinsin ln A. Burada görürük ki, xətti tənlik halındadır. ln K'mız bizim Y qiymətimizdir. -YA bölünsün R'imiz M qiymətimizdir. 1 bölü T X qiymətimizdir. ln A isə B qiymətimizdir. Belə və biz bilirik ki, slopumuz nəyə bərabər olur? Slop bərabərdir Y2 çıxılsın Y1 bölünsün X2 çıxılsın X1. Yəni ln K2 çıxılsın ln K1 bölünsün 1 bölü T2 çıxılsın 1 bölü T1 bərabər nəyəm? -YA bölünsün R. Və ln B çıx ln A-nı ln B bölü A kimi yaza biləcəyimiz. Onunla ln K2 çıx ln K1 yaza bilərik ln K2 bölü K1. Nəticədə ln K2 bölünsün K1. Mənfini digər tərəfə atıram ki, 1 bölü T2 çıx 1 bölü T1 olsun 1 bölü T1 çıx 1 bölü T2 və mənfini aradan çıxaraq ln K2 bölü K1 bərabərdir YA bölünsün R vurulsun 1 bölü T1 çıxılsın 1 bölü T2. Bu da belə. K-nın məsələn bizə T1 anındakı K1 qiymət verilibdir. T2 anındakı K qiyməti soruşulursa, bu düstur vasitəsilə hesablayırıq. ln K2 bölü K1 bərabərdir. YA bölünsün R vurulsun 1 bölü T1 çıxılsın 1 bölü T2. Bəzən ola bilər ki, K üçün ifadə fərqli olsun. Bu zaman nə edəcəyik? Daha doğrusu, yəni ümumilikdə bu düsturu daha başqa cür hardan çıxara bilərik? Əslində eyni şeydən gəlirlər də. Törəmə ilə göstərmək istəsək, ln K-nın temperatura görə törəməsi bizə YA bölünsün RT kvadratını verəcəkdir. D ln K bölünsün DT bərabərdir YA bölünsün
RT kvadratı. Bunu məsələn nədə istifadə edə bilərik? Bizə K-nı verib ki, mexanizma bir reaksiya və K1 vur K2 bölünsün K3-dür. Bizə deyir ki, YA ümuminin YA1, YA2 və YA3 ilə göstərir. Bu zaman onu istifadə edə bilərik. Necə eləyəcəyik? Məsələn, deyək ki, K opsumuz bərabərdir K1 vurulsun K2 bölünsün K3. Yerinə qoysaq, YA bərabərdir DLNK bölü DT vurulsun RT kvadratdır. Onda yazarıq ki, RT kvadratı mötərizə içərisində indi DLNK1 bölünsün DT üstə gəlsin DLNK2 bölünsün DT çıxılsın DLNK3 bölünsün DT. O zaman bizim yağımız nəyə bərabər olar? DLNK1 bölü DT-nin RT kvadratına vursam olacaq YA1. DLNK2 bölü DT-nin RT kvadratına vursam olacaq YA2. Və LNK3 T-yə görə ötürməsi olacaq YA3. Yəni YA1 üstə gəlsin YA2 çıxılsın YA3 olacaqdır. Bu şəkildə məsələn K opsumuzu K1 vurulsun K2-nin kvadratı bölü K3 kimi versəydik, YA1 üstə gəlsin 2 YA2 çıxılsın YA3 bizim ümumi yağımız olacaqdı, aktivləşməyimiz olacaqdı. K bərabər K1 plus K2-ni də istifadə edə bilərik bundan. Necə olacaqdı? Yenə DLN K1 plus K2 DT vurulsun RT kvadrat yazacaqdıq və buradan yağını tapacaqdıq. Bu zaman yağ necə olacaqdı? Yəni yazaq ki, K opsumuz bərabərdir K1 plus K2. O zaman bizim yağımız K1 vurulsun YA1 üstə gəlsin K2 vurulsun YA2 bölünsün K1 plus K2 olacaqdır. Bunu da dediyim düsturla yoxlayıb bu düstura gətirə bilərsiniz. Yəni LNK-nın temperatura törəməsi bərabərdir YA bölü RT kvadratını istifadə edərək yekun bu ifadəni ala bilərsiniz, yoxlasanız. Sürət sabitindən bu qədər. İndi isə keçək nəyə? Məsələn, bizim qarşımıza ən çox çıxan sual tipləri 0-cı, 1-ci, 2-ci, n-ci tərtib reaksiyalardır. Bunların düsturlarıdır. Qatlığın zamanla necə dəyişməsi və s. Gəlin onlara baxaq. Ümumiyyətcə, A-dan produkt alınsın. Bizim elimiz o zaman nəyə bərabərdir? Mənfi DA bölü DT-yə bərabər deyirik. Və eyni şəkildə bu da bərabərdir K vurulsun A-ya. Və deyək ki, 0-cı tərtib reaksiyadır. 0-cı tərtib isə biz demişdik ki, A-nın üstündəki onun tərtibini göstərir. Yəni 0-cı tərtibdə A üstü 0. Yəni L bərabərdir mənfi DA bölünsün DT bərabərdir K DT. Mən sonra nə edəcəm? Zamanı T0-dan T-yə qədər inteqrallayacağam. DA-nı da, daha doğrusu DT-ni keçirmişəm bu tərəfə, təzədən burada nə yazmışam? Mənfi DA bərabərdir K DT. A-nı da başlanğıc qatlıqdan, yəni A0-dan T-yə qədər inteqrallayıram. Necə olacaq? Yəni, bunu təkrar yazaq. DA bərabərdir mənfi K DT. T-ni 0-dan T-yə qədər inteqrallayıram. A-nı isə A0-dan AT-yə qədər inteqrallayıram. Nəticədə belə olacaq. İntegral dx-in x çıxdığı üçün AT bərabərdir mənfi KT üstə gəlsin A0 olacaqdır. Belə. Daha sonra keçək birinci tərtibə. Birinci tərtibdə necə olacaqdır? Birinci tərtibdə də yenə yaza bilərik ki, L bərabərdir mənfi DA bölünsün DT bərabərdir K vurulsun A üstü N. A üstü N yazmırıq indi. Birinci tərtibdə üçün 1 yazırıq elə. Və yenə DT-ni keçək digər tərəfə. A-nı da sola keçirək. Olacaq mənfi DA bölünsün A
bərabərdir k dt. T'ni 0-dan t'yə qədər inteqrallayıram dt-ni. dA bölü a-nı da a0-dan at-yə qədər inteqrallayıram. İntegral dx bölü x-dən ln x çıxacağından b olacaq. ln at bərabərdir mənfi kt üstəgəlsin ln a0. Və ya bunu başqa cür necə yaza bilərik? ln a0 bölünsün at bərabərdir kt. Və buradan da yaza bilərik ki, at bərabərdir a0 vurulsun y üstü mənfi kt. Belə. Daha sonra keçək ikinci tərtibi yazmaq yerinə ya da ikinci tərtibdə yazım. Sonra hər hansı bir birinci tərtib üçün necə olur onu göstəreyim. B olacaq ki, ikinci tərtibdə mənfi dA bölünsün dt bərabərdir k vurulsun a üstü 2 olacaq. Yenə a-nı keçirəm sola, dt-ni keçirəm sağa və nəticədə belə olur. Mənfi dA bölünsün a kvadratı bərabərdir k dt. dt-ni 0-dan t'yə qədər inteqrallayıram. Eyni şəkildə dA bölü a kvadratını da a0-dan at-yə qədər inteqrallayıram. Və x üstü n vur dx-in inteqralından x üstü n plus 1 bölünsün n plus 1 çıxacağından yekun düsturumuz bu şəkildə olacaq. 1 bölünsün at bərabərdir kt üstəgəlsin 1 bölünsün a0 olacaqdır. Bəs ikinci tərtib bir reaksiya olsun. Məsələn, tərtib 1/5 ola bilər və ya 4 ola bilər, 5 ola bilər. Bunlar üçün nə edirik? Bunlar üçün bir düstur çıxara bilərik. Belə deyək, R bərabərdir deyə bilərik. Mənfi dA bölü dt. Bu da bərabərdir k vurulsun a üstü n-ə. Bunun üçün deyə bilərik ki, 1 bölünsün a t zaman anında üstü n çıx 1 bərabərdir n çıx 1 kt üstəgəlsin 1 bölünsün a0 üstü n çıx 1. Amma qeyd eləməliyəm ki, n 1 ola bilməz. Çünki n 1 olduğu zaman bizim düsturumuz bu hardan gəlir? X üstü n vurulsun dx-in inteqralından gəlir. X üstü n plus 1 bölünsün n plus 1 olur. Burada bizim n'imiz mənfi 1 olur. N 1 olduğu halda. Çünki keçirik bu tərəfə. Və mənfi 1 olanda da 0-a bölmə olur və 0-a da bölmə olmayacağından n1 şərtinə boy ödənmir. Biz dx bölü x inteqralından istifadə edirik. O da ln x verir bizə. Və biz x1-dən x2-yə doğru inteqrallayırıq. Belə. Əsas bunlar idi. Bir də yarı ömür periodu nədir? Ümumiyyətcə, t alfa nədir? T alfa odur ki, deməkdir ki, alfa hissəsi çevrilibdir. Məsələn, A0-ın deyək ki, T2-də 1. T2-də 1 o deməkdir ki, 2-də 1 çevrilib. Yəni, AT-miz bərabərdir 2-də 1 A0-a. T3-də 1 o deməkdir ki, 3-də 1 çevrilib. Yəni, AT bərabərdir 3-də 2 A0 deməliyik. Ümumilikdə, alfa üçün bir T alfa üçün deyə bilərik ki, T alfada AT bərabərdir 1 çıxılsın alfa vurulsun A0 deyə bilərik. Bizdən bu zamanı soruşsa biz necə edəcək? Məsələn, 0-cı tərtibdə bizdən T2-də 1-i soruşur. Məsələn, T2-də 1-i əsas olan 3 tərtibdə baxaq, yəni 0, 1 və 2-ci tərtibdə baxaq. Belə ki, 0-cı tərtibdə belədir. AT bərabərdir mənfi KT plus A0 demişdik. T2-də 1 anında AT bərabər olacaq 0.5 A0-a. Yəni 0.5 A0 bərabərdir mənfi KT 2-də 1 üstə gəlsin A0. A0'lar bir tərəfə yığaq. Olacaq 0.5 A0
bərabərdir K T2-də 1. Buradan çıxır ki, T2-də 1 bərabərdir A0 bölünsün 2K. A0 bölünsün 2K. Eyni şəkildə bunu birinci və ikinci tərtib üçün tətbiq edək. Ln AT bərabərdir mənfi KT üstəgəlsin ln A0 olsun. Burada necə olacaq? Yenə AT-nin yerinə 0.5 A0 qoysaq, A0'lar gələcək və olacaq ln2 bərabərdir KT 2-də 1. O zaman T2-də 1 nəyə bərabərdir? ln2 bölünsün K-ya bərabərdir deyəcəyik. Daha sonra son olaraq ikinci tərtibə də baxaq. İkinci tərtib eləyirik ki, 1 bölü AT bərabərdir KT üstəgəlsin 1 bölünsün A0. AT-nin yenə 0.5 A0 qoysam, AT bərabər 0.5 A0. O zaman T2-də 1 B olar ki, 1 bölünsün A0K. Fikir versəniz, 0-cı və 2-ci tərtib olsun və başqa tərtiblərdə T2-də 1 A0-dan asılıdır. Amma birinci tərtib üçün T2-də 1 ln2 bölünsün K-ya bərabərdir. Yəni T2-də 1 zamanla dəyişmir, sabit bir qiyməti var. Və onu da qeyd edim ki, radioaktiv maddələrin parçalanması birinci tərtibdir. Çox vaxt sualda radioaktiv maddə olduğu deyilir, amma birinci tərtib olduğu deyilmir. Sizdən gözlənilir ki, radioaktiv maddənin birinci tərtib olduğunu biləsiniz. Bu belə. Daha sonra eyni şəkildə ikinci tərtib üstündə T alfanı tapa bilərsiniz. Biz bayaq dedik ki, T alfa anında AT bərabərdir 1 çıxılsın alfa vurulsun A0. Yəni bizim ikinci tərtib son düsturda bunu yerinə qoysaq, bizim düsturumuz nə idi? 1 bölünsün AT üstü n-1 bərabərdir n-1 KT üstəgəlsin 1 bölünsün A0 üstü n-1. Biz burada AT-nin yerinə qoysaq, 1 bölünsün 1 çıxılsın alfa vurulsun A0 üstü n-1 bərabərdir n-1 KT alfa üstəgəlsin 1 bölünsün A0 üstü n-1. Yaza bilərik ki, 1 bölünsün A0 üstü n-1 vurulsun 1 bölünsün 1 çıxılsın alfa üstü n-1 çıxılsın 1 bərabərdir n çıxılsın 1 KT üstü KT alfa. Və yaza bilərik ki, eyni şəkildə belə yazaq. T alfa bərabərdir bu hissə, yəni bura bölünsün n çıxılsın 1K. Yəni yazırıq ki, 1 bölünsün A0 üstü n-1 vurulsun 1 bölünsün 1 çıxılsın alfa üstü n-1 çıxılsın 1 bölünsün n-1 K. Bu şəkildə yaza bilərik. Bəs bu dediklərim hamısı bu arada birməklər reaksiyalar üçün keçərlidir. Dedim ki, mexanizmal reaksiyalar üçün deyə bilmərik ki, AA üstəgəlsin BB alınır product R bərabərdir K vurulsun A üstü A vurulsun B üstü B deyə bilmərik. Əgər reaksiya mexanizmal bir reaksiyadırsa. Deməli olduğum əsas şeylər bunlar idi.
Və bir də stasionar qatılıqlar metodu haqqında danışası olsaq, ümumiyyətcə stasionar qatılıqlar metodundakı əsas bilməli olduğunuz şey intermediatın sürəti sıfıra bərabər olur. Yəni V əmələ gələn çıxılsın V sərf olan bərabər 0 tətbiq edərək siz onlar üçün sürət ifadə çıxara bilərsiniz. İndi bir dənə mexanizmal bir reaksiyaya baxaq. Bir dənə mexanizmal reaksiya götürüm və ona baxaq və sürət ifadəsini çıxarmağa çalışaq. Deməli, bir dəqiqə. Məsələn, necə bir reaksiyamız olsun ki, çox uzun olmayan bir şey də axtarıram. Gəlin buna baxaq. Məncə bu yaxşıdır. Aha, deməli. NO2 xlor 2, NO2 xlor daha doğrusu. Gedir NO2 üstəgənsin xlor. Bu olur bizim K1'imiz. Yəni L1 reaksiyamız və eyni şəkildə həmçinin NO2 xlor üstəgənsin xlor alınır. NO2 üstəgənsin xlor 2. Bu da olur bizim L2'miz. Bu ümumiyyətcə hansı reaksiyanın mexanizmasıdır? 2 NO2 xlor alınır NO2 üstəgənsin xlor 2 reaksiyası üçündür bu. Belə ki, burada 2 NO2 də var. Yazaq məsələn, biz deyə bilərik ki, L bərabərdir. Mənfi 1/2 DNO2 xlor bölünsün DT. Bu da bərabərdir 1/2 DNO2 bölünsün DT. Və bu da həmçinin bərabərdir D xlor 2 bölünsün DT. Məsələn, NO2-nin əmələ gəlmə sürəti nəyə bərabərdir? DNO2 bölünsün DT bərabərdir. Onun əmələ gəldiyi sürətlər çıxılsın sərf olunduğu sürətlər. NO2 harda əmələ gəlibdir? Həm L1-də, həm də L2-də əmələ gəlibdir. O zaman yazırıq ki, L1 üstəgənsin L2 sərf olunduğu reaksiya olmadığı üçün çıx 0. Yəni L1 üstəgənsin L2 olur elə. Və bu da bərabərdir K1 NO2 xlor üstəgənsin K2 vurulsun NO2 xlor vurulsun xlor. Biz görürük ki, xlor nə reagentlərdə yoxdur, nə də produktlarda yoxdur. Reaksiyada əmələ gəlib və reaksiyada sərf olunubdur. Bu tip maddələrə biz deyirik intermediatlar. Intermediatlar nədir qısaca? Reaksiyada əmələ gəlib, reaksiyada sərf olunan maddələrdir və intermediatların sürəti sıfıra bərabər olur. Yəni biz deyə bilərik ki, D xlor bölünsün DT bərabərdir 0. Və bilməliyik ki, bizim əgər sürət ifadəmizdə intermediat varsa biz onu əvəzləməliyik. Bizim də sürət ifadəmizdə xlor var. Bu xloru əvəzləməliyik. Necə əvəzləyəcəyik? Bu sıfıra bərabər olduğunu yazdıq. Harda əmələ gəlib xlor? L1-də. Harda sərf olub? L2-də. Yəni L1 çıxılsın L2 bərabərdir 0-a. Buradan əldə edirik ki, L1 bərabərdir L2-yə. O zaman deyə bilərik ki, K1 NO2 xlor bərabərdir K2 NO2 xlor vurulsun xlor deyə bilərik. Və NO2 xlorlar burada getsə, olar ki, K1 bərabərdir
K2 vurulsun xlor. Buradan xlor çıxar ki, K1 bölünsün K2. Bunu gətirib yerinə qoysaq, bu ifadədə xlorun yerinə, bizim DNO2 bölünsün DT-miz belə olacaq. DNO2 bölü DT bərabərdir K1 NO2 xlor. İndi xlorun yerinə K1 bölü K2 qoysaq, K2'lər gedəcək, üstə gəlsin yenə K1 NO2 xlor olacaq. Daha sonra buradan çıxır ki, DNO2'miz, DNO2 bölünsün DT-miz bərabərdir 2K1 NO2 xlor. Biz amma reaksiyanın sürətini tapmaq istəyirik. Bu NO2'nin sürətidir. Bizim də sürətimiz dedik ki, NO2'nin sürətinin 2'də 1'inə bərabərdir. O zaman elimiz bərabər nə olar? K1 vurulsun NO2 xlor olar. Qısaca istərsizlər qatıqlar metodunda əsas bilməli olduğumuz şey, reaksiyanın sürət ifadəsinin intermediat olmaz və biz bu intermediatı reagentlər məhsullarına vəzləməliyik. Necə vəzləyirik? Intermediatın sürəti 0'a bərabər olduğunu bilərəkdən və əmələ gələn çıxılsın və sərf olan yazırıq. Buradan intermediat üçün bir ifadə alıb, onu bizim reaksiyanın sürət ifadəsində yerinə qoyaraq əvəzləyirik. Bu şəkildə və son olaraq nədən danışmaq istəyirəm? Biz DLNK bölünsün DT bərabər IA bölünsün RT kvadrat dedik. Bəs bu düstur hardan çıxır? Deməli, bir dənə ya. Aha, tamam. Belə ki, A'dan B əmələ gəlsin. Biz bilirik ki, bu reaksiya üçün bura K1 olsa, bura K-1 olsa, bizim K'mız, tarazlıq sabitimiz bərabərdir. Düzünə gedən reaksiyanın sürət sabiti bölünsün əksinə gedən reaksiyanın sürət sabitinə. Yəni, yaza bilərik ki, və həmçinin biz nə bilirik? K bərabərdir Y üstü mənfi delta J0 bölünsün RT. O zaman yaza bilərik ki, D daha doğrusu yazaq ya da DLNK bölünsün DT. Biz bilirik ki, DLNK bölünsün DT nəyə bərabərdir? DT. Bu o zaman bərabər olacaq. Y üstü mənfi delta J0 bölünsün RT-nin törəməsini alacağıq. Buradan nə alırıq? İndi onu bir dənə yazaq. D Y üstü mənfi delta J0 bölünsün. Daha doğrusu bunun elenlidir. O zaman nə olur? Çünki LNK deyirik, o zaman olur mənfi delta J0 bölünsün RT. Yəni D DT mənfi delta J0 bölünsün RT. Bunun T'yə görə törəməsindən nə alınır? Biz əvvəlcə delta J0'da da delta H0 çıxsın, T vursun delta H0 kimi yazmalıyıq. Çünki delta J0'ın özü temperaturun asılı bir şeydir. Çıxır ki, DLNK bölünsün DT bərabərdir delta H mənfi delta H0 bölünsün RT üstə gəlsin delta S0 bölünsün R. Bunun temperatura görə törəməsi nə olur? Delta S0 bölü R delta S-in temperaturun asılı olmadığını nəzərə alsaq, götürsək, belə götürsək, bu zaman temperaturun asılı olmadığı üçün törəməsi 0 olur. Eyni şəkildə digər tərəfdə də RT olduğu üçün delta H0 bölü RT və delta H-ın temperaturun asılı olmadığı nəzərdə tutsaq, olur ki, DLNK bölünsün DT bərabərdir delta H bölünsün RT kvadratı. Bu şəkildə biz tarazlıq sabiti olanı tapırıq. Və biz bilirik ki, həmçinin DLNK bölünsün DT-nin yerinə biz nə yaza bilərik? D ln K1 bölünsün K-1 bölünsün DT yaza bilərik. Bunu atsaq, yaza bilərik ki, D ln K1 bölünsün DT çıxılsın
D ln k-1 bölünsün dt, yəni ln k-1-in t-yə görə törəməsi. Buradan bilirik ki, d ln k bölü dt-dən nə çıxır? D ln k1 bölü dt-dən ya1 bölünsün rt kvadrat çıxır. Bu da çıxılsın ya-1 bölünsün rt kvadrat çıxır. Və əgər biz yazsaq ki, bu da bərabərdir, tapmışdıq ki, delta h bölünsün rt kvadratı. Buradan əldə edirik ki, delta h'ımız nəyə bərabərdir? Ya1 çıxılsın ya-1-ə. Biz bu düsturu həqiqətən də belə olduğunu göstərmiş olduq. Belə. Məncə kinetika üçün lazım olan hər şeyi dedim. Bugünkü video bu qədər. Gələn videoda görüşənədək. Sağ olun.